Dövlət sektorunda kompüter, elektron və optik məhsulların istehsalı sahəsində işləyənlərin orta aylıq nominal əmək haqqı minimum əmək haqqından aşağı olub. Yenavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu ilin ilk rübündə kompüter, elektron və optik məhsulların istehsalı sahəsində işləyənlərin orta aylıq nominal əmək haqqı 378 manat 80 qəpik təşkil edib. Qeyd edək ki, Azərbaycanda minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib. Onu da bildirək ki, dövlət sektorunda kompüter, elektron və optik məhsulların istehsalı sahəsində işləyənlərin orta aylıq nominal əmək haqqı ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox azalıb. Belə ki, ötən ilin ilk rübündə dövlət sektorunda kompüter, elektron və optik məhsulların istehsalı sahəsində işləyənlərin orta aylıq nominal əmək haqqı 791 manat 30 qəpik olub. Məlumat üçün qeyd edək ki, dövlət sektorundan fərqli olaraq qeyri-dövlət sektorunda kompüter, elektron və optik məhsulların istehsalı sahəsində işləyənlərin orta aylıq nominal əmək haqqı daha yüksək olub. Ötən ilin ilk rübü ilə müqayisədə bu ilin ilk rübündə özəl sektorda kompüter, elektron və optik məhsulların istehsalı sahəsində işləyənlərin orta aylıq nominal əmək haqqı 39,4% artaraq 1668 manat 90 qəpiyə yüksəlib.